İzləyiciləri, mən Günel müəllimə. Bugün sizlərlə MHM-in MİQə giriş test toplusundan üçbucaqlar bölməsindən bəzi suallara baxmaq istəyirəm. Hansı ki, test toplusunun son suallarındandır. Çətinliyi daha da digərlərinə nisbətən artıq olan suallardan. Gəlin başlayaq bu 161-dən və üzə aşağı düşək. 161-ci sualda deyir ki, bir düzbucaqlı üçbucaqdır. Hansı ki, bunun perimetri P-dir. Hipotenuzu isə A-ya bərabərdir və perimetrimiz 6 kök altda A plus A-dır. Tutaq ki, bunun katetləri də olsun B-si və bizdən soruşur ki, düz bucaq təpəsindən çəkilən median ilə hündürlüyün cəmini tap. Əvvəlcə biz bilirik ki, medianla hündürlüyün cəmi deyəndə nə nəzərdə tuturuq? Median hipotenuzun yarısıdır. Hündürlük də katetləri hasilinin hipotenuza nisbətidir. Yəni biz bunu axtarırıq. Deməli, B vur C bölünsün A-nı axtarırıq. Yaxşı, indi gəlin baxaq görək burada nə sadələşdirmə eləyə bilərik. Deməli, hamısı ki B plus C-miz, üstə gəlamız, perimetr 6 kök altda plus A-dır. Və buradan görünür ki, artıq B plus C-miz 6 kök altda A-ya bərabərdir. Gəlin kvadrata yüksəldək bunu, kökdən də azad olsun. B kvadratı üstə gəlinsin C kvadratı. Plus 2b'si bərabərdir 36a'ya. B kvadratı plus C kvadratı A kvadratı olduğundan 2b'sini buradan biz BC hasilini hansı ki tapa bilərik. BC hasilini tapsam olacaq nə? BC hasili bərabərdir. Daha doğrusu 2b'simiz bərabərdir 36a minus A kvadrat. Bunu burada da saxlayaq. Keçək eləyək bu tərəfə. Baxın, biz 2b'sini tapmışıq. Bunun surət və məxrəcində 2-yə vururam. Olur A bölü 2. 2b'sinin yerinə 36a minus A kvadratı bölü 2a yazıram. İndi gəlin sadələşdirək. Sadələşdirsək olacaq A bölü 2 plus 36 minus A bölü 2. Və buradan da eləyəcək 18. Deməli, 18 olacaq. Hansı variantda var? D variantında var. Keçək 162-ci suala. 162-ci sualda deyir ABC üçbucağında ilə üçbucağın üzərində şəkli çəkək, hansı ki var. BK deyir KC-yə bərabərdir və M-nin KY-yə olan nisbəti 2-nin 3-ə nisbətidir. Yəni bura 2x-dırsa, burada 3x-dır deyə bilərik. Sonra deyir ki, əgər M-in KY-yə paraleldirsə, BM-in hansı ki nisbətin tap AM-ə. BM-in AM olan nisbəti. Baxın, madam ki bu xəttlər bir-birinə paraleldir, gəlin üçbucağın təpəsindən bunlara paralel bir xəttə çəkək. Bu olsun bu. Bu paralel xətti çəkdiksə, ABC üçbucağında bax bu xətt buna da paraleldir. İndi burada bir şeyə fikir verin. Baxın, hansı ki bizə demişdi ki, bunlar bir-birinə bərabərdir. Əgər bir paralel xətt üçbucağın bir tərəfini yarıya bölürsə, hansı ki buna paralel çəkmişəm mən. Bu B, L olsun tutaq ki bu da. BL xətti ilə KY xətti bir-birinə paraleldirsə, onda bu bir tərəfi yarıya bölürsə, digər tərəfi də yarıya böləcək. Yəni söhbət KY-dən gedirsə, KY orta xəttdir. KY orta xətdirsə, bura 3x olduqda digər tərəf 6x olacaq. İndi o üçbucaqdan işimiz bitdi. Keçid edirik digər üçbucağa. Baxın, bu üçbucaqda da bu xətt aşağıya paraleldirsə, deməli bu üçbucaqlar oxşardır. Hansı üçbucaqdan söhbət gedir? AMN üçbucağı ilə ABL üçbucağından. Madam o 2-nin 6-ya nisbətidir. Deməli burada 2K, böyük isə 6K-dır. 2K-dırsa burada eləyəcək 4K və siz nə axtarırsınız? BM, AM 4K-nın 2K-ya nisbəti. Bu da bərabər olacaq 2-yə. Cavab olacaq D variantı. Keçid edirik 163-cü suala. 163-cü sualda belə bir şəkil çəkib və bizdən soruşur ki, YD parçasının uzunluğunu tapın. Və gəlin burada üçbucağın bir tərəflərini yazaq. Üçbucağın AB üçbucağın tərəflərini yazıram və yaxud belə heç bir adla yazmıram. AB tərəfi 6, BC tərəfi 4, digər tərəfdə 6-dır. Yəni əslinə qalanda bu üçbucaq bərabər yanlı üçbucaqdır. İndi o bir üçbucağın, balaca üçbucağın tərəflərini yazıram. Bir tərəfi 2-dir, bir tərəfi də 3-dür.
Burada söhbət oxşarlıqdan gedir. Amma hansı üçbucaqların oxşarlığından? Deməli, üçbucağa fikir verin. BY tərəfinin hansı ki BC tərəfinə olan nisbəti. Nəyə nisbətidir? 2-nin 4-ə nisbətidir. İndi bir də kontrol eləyək hansı tərəfi. BD tərəfinin 6-ya olan nisbəti, yəni AB tərəfinin nisbəti. Bu da 3-ün 6-ya nisbətdir, bu da 2-də 1-dir. Görürsünüz, bu nisbətlər bərabərdir. Oxşarlıq əlamətinə görə, əgər uyğun iki tərəfinin nisbəti bərabər və onların arasındakı bucaqlar da kongruentdirsə, onda bu üç bucaqlar oxşardır. Oxşarlıq əmsalı da belə çıxır ki, 2-də 1-dir. İndi baxın, burada sizdə şəkildə, indi hansı tərəfə uyğundur? BY-nin qabağında, BY hansı ki buradır, BY-nin qabağında 2 dayanırdı, BC-nin qabağında duran bucaq, BC isə 4 idi. Deməli, BC-nin qarşısındakı bir beta yazsın. Onda burada bir beta yazmalıyam və burada alfa olacaq. Baxın, bucaqların bölünməyi bu şəkildədir. Biz də axtarırıq YD parçasının uzunluğunu. YD də hansı ki buradır. Burada alfanın qarşısında böyük üçbucaqda 6 dayanırsa, balaca üçbucaqda alfanın qarşısında bunun 2-də 1-i dayanacaq. Çünki oxşarlıq əmsalı 2-də 1-dir. Yəni 3 dayanacaq. B variantı olacaq. Doğru cavab. Hansı ki bu üçbucaqların oxşarlığından irəli gəlir. Növbəti 164-cü suala baxaq. 164-cü sualda deyir ki, tərəfləri 10, 10, 16 olan üçbucağın, bərabər yanlı üçbucağın xaricinə çəkilmiş çevrə. Birinci, bir üçbucağın xaricinə çevrə çəkirsiniz. Amma o çevrəni çəkməzdən öncə fikirləşməliyik ki, bu üçbucaq necə üçbucaqdır? İti bucaqlıdırmı, düz bucaqlıdırmı, kör bucaqlıdırmı? Tərəfləri 10, 10, 16 olan bir üçbucağı araşdıraq, görək necə üçbucaqdır. 16-nın kvadratı 256, digər iki tərəfində kvadratı 10-un kvadratı 10-un kvadratı 200. Və göründüyü kimi üçüncü tərəf bundan böyükdür. O zaman bu kör bucaqlı üçbucaqdır. Kör bucaqlı üçbucaqdırsa, onda onun şəklini baxın belə çəkəcəm. Hansı ki bu şəkil. Yəni körbucaqlı üçbucaq olmağı əslində sizə nə qazandırır? Körbucaqlı üçbucaq olması o deməkdir ki, bu çevrənin mərkəzi üçbucağın xaricindədir. İndi baxın. Çevrənin bu üçbucağın iki tərəfi 10, 10, aşağıda 16. Onun deyir üçbucağın xaricinə çəkilmiş çevrənin mərkəzindən böyük orta xəttinə. Böyük orta xəttinin uzunluğu burada 8-dir. Baxın, bizdən bu məsafəni soruşur. Hansı ki mərkəzdən ora qədər məsafə. İndi mən nə etməliyəm? Mən götürürəm, buranı birləşdirirəm bu məsafəni. Bax, bura perpendikulyardır. Mən istəyirəm hansı məsafəni tapam. Şəklə fikir versəm. Bax, bu x məsafəsini istəyirəm. Və çevrənin radiusuna fikir verin. Burada çəkdiyimiz, bax, bura O olsun, bura A, bura B, bura C. Həm OC radiusdur, həm OB radiusdur, həmçinin OA da radiusdur. Yəni, ağlıma gələn ilk fikir oydu ki, mən birinci çevrənin radiusunu tapım. Radiusu necə tapırıq? Tərəfləri hasili 10, 10, 16 bölünsün 4 vur S. S-i də tapmağa gəlincə bu tərəfi 10, bu tərəfi 10. Aşağıya hündürlük çəkəcək, o 8, 8-ə böləcək, bu da 6. Sahəmiz eləyəcək deməli 16 vur 6 bölünsün 2, 48 eləyəcək sahə. Bunu da buna böləndə onlar getdi, 4 ilə 16 gedəcək. Bu 12. 50 bölünsün 6, yəni 25 bölünsün 3 eləyəcək bunun cavabı. Artıq siz radiusu tapmışsınız. 25 bölü 3. İndi baxın, radiusdan siz baxansı ki, indi mən işarə eləyəcəm. Bax, bu hissəni çıxsanız, yuxarıdakı bu y-i, R-dən y-i çıxsanız, axtardığınız x məsafəsi alınır. İndi gəlin tapaq. Bəs bu y-i necə tapa bilərsiniz? Təbii ki, yenə də onu Pifaqorunun. Əgər bu orta xəttdirsə, orta xətt oturacağın yarısıdır, yəni ora 8-dir. 8-dirsə bura 4, 4 olacaq. Həmçinin bu orta xətt isə burada 5, 5 olacaq. Onda belə çıxır. Bu Pifaqor üçlüydür, burada 3-dür. Y-ə 3 tapmısınız. İndi x-i tapın. Radius 3-də 25 çıxılsın 3. Bu da eləyəcək 3-də. 25 çıx 9, 16, 5 tam 3-də 1 elər doğru cavab. 5 tam 3-də 1 də harda var? D variantında var. Keçirik 165-ci suala. Deməli, 165-ci sualda belə bir üçbucaq verib. Görək bizim əlimizdə hansı şərt var və nə verib bizə bunu həll eləmək üçün. Deməli, üçbucağın bu bucağı 64-dür. Bura A-dır, bura B-dir, bura C-dir və nədir? Burada M-dir. Tamam, bunu bildik.
Bura 32 dərəcə verib. Bura n verib. Bura 2'dir. Bura 4, burada 6'dır. İndi burada nəyə fikir verməlisiniz? 64, 32 verib, bir də tərəflər verib. Gəlin biz onlardan istifadə etməyə çalışaq. Fikirləşirəm ki, bu 64'dür. Mən bu balaca üçbucaqda yaratmağı bacarsam. Necə? Bura 32'si var. Bunu 32 dərəcə qədər də artırıram. Burada olur 32. Bütövlükdə elə də 64. Bu üçbucağın bir bucağına da yazıram alfa. Baxın, böyük üçbucağın bucaqlarının biri nə oldu? 64 ilə alfa. Onda kiçik üçbucağın da bucaqları 64 ilə alfa olur. Deməli, burada beta yazsam, onda burada beta olacaq. Yəni, çəkdiyim üçbucaqla o birisi böyük üçbucaq bir-birinə oxşar sayılır. Yaxşı, bura qədər bildik. İndi başqa nə edə bilərik? Axı, bu tənböləndir. Tənbölən əgər bu tərəfi 4'ün 2'yə nisbətində bölürsə, deməli, burada 2x x-dır. Çünki 2'nin 1'ə nisbətində bölməlidir. Yaxşı, davam edək. Bu 2'nin 1'ə nisbətində böldü. Sizdən nə tələb eləyir? Bir dənə baxım görüm soruşursunuz. BN. Hə, buranı bütövlükdə istəyir. Madam ki, oxşar üçbucaqdır, gəlin oxşarlıq qaydasına doğru gedək. Böyük üçbucaqda alfa bucağının qarşısında 8 dayanır. Balaca üçbucaqda alfanın qarşısında 2x dayanır. Böyük üçbucaqda 64 dərəcənin qarşısında bütöv BS dayanır. Bir də BS. Yuxarıdan yazaq. Balaca üçbucaqda 64 dərəcənin qarşısında x plus 2 dayanır. Böyük üçbucaqda beta'nın qarşısında 4 dayanır. 4 dayanır. Daha doğrusu balacada 4 dayanır. Böyük üçbucaqda beta'nın qarşısında 4, 6, 10 dayanır. Ondan 4 ixtisar getdi 5'də 2. İndi baxın. 5'də 2 ilə 5'də 2 ilə 8 bölü 2x'i qarşılaşdıraq. 8 bölü 2x bərabərdir 5'də 2. 4x bərabərdir 40. X'imiz 10. Və salam, x'imiz çıxdı 10. Bura 10'dur. İndi hələ bu yetməz. Siz BS-ni də tapmalısınız. İndi BS üçün işləyək. X'imiz 10'dursa BS bölünsün 12 bərabərdir 5'də 2. Buradan da BS bərabərdir 24 böl 5 olur da, səhv etmirəmsə. Bir dənə baxaq dəqiq. X-a 10 versə, qiymət 12. 12'ni 2'ye vur. Bəli. O da edəcək 4,5. 4,5. Bircə dəqiqə baxaq. Görək dəqiqimi hesabladım. Burada nəsə hesab səhvi elə bilirəm etdim. Bircə dəqiqə. Deməli, birinci biz böyük bucaqdan başladıq. 64'ün qabağında BS dururdu. Burada deməli x plus 2 dayanır. Aha. Böyük üçbucaq, balaca üçbucaqda. Yox, böyük üçbucaqda. Hə, burada axırda səhv eləmişik. Deyirəm, burada hardadır səhvimiz. Axırda böyük üçbucağı birinci yazmamışıq. Onun balaca üçbucağı birinci yazmışıq. Deməli, beta'nın qabağında 10 durur. Beta'nın qarşısında 4. 5 bölü 2 ilə bir tərsi olacaq. İndi 5 bölü 2 ilə bunu çarpaz vursam 10x bərabər 16. X da bərabər 1,6. İndi burada baxaq. X'in yerinə 1,6 yazsam 3 onda 2, 3 onda 6 BS bərabərdir 5 bölü 2'yə. Çarpaz vursam deməli 2B bərabər 2BS bərabərdir 15, o da 30, 18. BS də bərabər 9. Madam bura 9'dur. Onda 9'dan 2 çıxarıq. Burada eləyər 7. Baxaq görək harda var. Y variantında doğru cavab var. Keçid eləyirik 166-cı suala. Sualda üçbucağın iki tərəfi hündürlüyü 4 ilə deyir 10'dur. Üçüncü hündürlüyün tam qiymət sayını tapın. Baxın, bu hündürlüyün birinə yazıram 4, birinə yazıram 10. 10, bu da 4. Üçüncü hündürlüyü də çəkirəm. Bu da olsun HC. İndi üçüncü hündürlüyü qiymətləndirək. Biz bilməliyik ki, 1 bölü HA, 1 bölü HB hər zaman böyük olmalıdır 1 bölü HC-dən. İndi baxın, üçbucağın bir hündürlüyünə HA, HB yazdığım hündürlüyə 10'da 1 üstə gəl 4'də 1 böyükdür, bərabərdir 1 bölünsün HC-dən. Həll eləyəndə ortaq məxrəci 20'dir. Bura 2, bura 5. Bu da eləyəcək 7 böyükdür 1 bölünsün HC-dən. HC-ni buradan tapsanız
tərsini tapsınız iki tərəfdən də. HC böyük olacaq. 20-ni 7-yə böləndə eləyəcək doğru cavab. Deməli 20 bölü 7. HC də bərabərdir. 2 tam 7. 2 7-nin 14. 2 tam 7-də 6. HC böyükdür. 2 tam 7-də 6-dan. Tapdıq bir tərəfi. 2 tam 7-də 6. İndi keçək ikinci tərəfinə. İkinci tərəfdə yenə həmçinin bunu 1-i də yaza bilərsiniz. 1 bölü h-a üstəgəl. 1 bölü HC böyükdür 1 bölü HB-dən. Yəni yaza bilərsiniz. Hündürlüyün 1-i olsun onda 1. 1 bölünsün onda 1 üstəgəl 1 bölünsün HC. Böyükdür 1 bölünsün 4də 1-dən. 1 bölünsün HC böyükdür. 4də 1-dən 10da 1-i çıxanda 20-də 5. Orada da 2. 20-də 3. Tərsini tapanda HC deməli kiçikdir 20 bölü 3-dən. O da eləyəcək HC kiçikdir 6 tam 3-də 2-dən. 6 tam 3-də 2-dən kiçik. 2 tam 7 də 6-dan böyük. 3, 4, 5 və 6. 4 dənə qiymətdə ödənəcək. Bu da C variantında var. Keçək 167-ci suala. 167-ci sualda deyir ki, ayın parçasının uzunluğunu tapın. Bura 4. Bura B və burada C. Baxın, bu sualı Stuart teoremi ilə də həll edə bilərik. Amma mən istəyirəm ki, adi ilə hündürlük çəkməklə bu üçbucağı həll edək. Bura bir hündürlük çəkirəm. Bu h-dır. Burada x olsun. O zaman bu çəkdiyim hündürlükdən bu tərəfdə qalan hissə 9 çıx x-dır. Siz Pifagora görə yaza bilərsiniz. 16 çıxılsın 9 çıx x-in kvadratı. Bu bərabər olacaq h-ın kvadratına. Və bu üçbucaqdan h-ı tapdınız. İndi digər üçbucaqdan hansı ki h-ı tapmağa başlayaq. Hipotenus 8-dir, kvadratı 64 çıx x üstəgəl 3-ün cəminin kvadratı. Hesabat aparaq. 16 çıxılsın 81 üstəgəlinsin 18x minus x kvadrat. 64 minus x kvadrat minus 6x minus 9. Əldə etsək x kvadratları islah gedəcək. 18-in üstü 6 24x bərabərdir. 64-dən 9 çıxdıq. 55 üstəgəl 81 çıx 16. Bu da edəcək nə qədər? 24x-imiz bərabərdir. Deməli 6 136-dan da 16 çıxanda. Aha. Edəcək 0 12 120. 120'ni də 24'e böləndə x-imiz 5. Hə, buradan düz gəlmir. Səbəb nədir düz gəlməyinə? X-a 5 heç vaxt qiyməti mümkün deyil. Ümumiyyətlə bu üçbucağın özü heç vaxt mümkün deyil. Heç ona fikir verməmişəm. Burada niyə fikir verməmişik? Bax, bu üçbucaq bərabərsini ödəməyən bir üçbucaq şəklidir. Hansı ki bunun tərəfləri 4'dür, 8'dir, bu da 12'dir. İndi siz bu üçbucağın özünə bir üçbucaq bərabərsini tətbiq edin. Üçbucağın hər hansı bir tərəfi qalan iki tərəfin cəmindən balaca olmalıdır, fərqindən böyük olmalıdır. Yaxşı, fərqi ödəyir, lakin belə deyək, cəmi şərti ödəmədiyi üçün ümumiyyətlə bu üçbucaq bərabərsini ödəməyən bir haldır. Keçdik 168-ə. 168-ci sualı isə konkret olaraq Stuartla həll etmək istəyirəm. Bu x-i tapırsınız. Deməli, bərabəryanlı üçbucaqda necə idi bu qayda? X-imiz burada a, mn-dirsə, x-imiz bərabərdir. Kökün altında a kvadratı minus mn. Yəni, siz x-i tapmaq istəyirsinizsə, kökün altında 36-nı çıxacaqsınız. 4, 5-in 20-ni. Bu da eləyəcək 16 və x eləyəcək 4. Olacaq B variantı. Davam edək 169-cu suala baxaq. Bərabəryanlı üçbucaqda deyil BC oturacaqdır. AB tərəfini tapın. Bura A yazın, burada A. Yenə də burada da onu işlədə bilərsiniz. 7 bəlli deyil nə parçadır. Kökün altında digər iki tərəfin kvadratı minus 3, 5-in 15. A kvadratı bərabər 64. A da bərabər olacaq 8. Yəni doğru cavab D bəndi. Və nəhayət sonuncu sualımıza iti bucağı 15 dərəcə olan düz bucaqlı üçbucağın hipotenuzu 20 cm-dir. İti bucağı 15 dərəcədirsə, digər bucağı 75-dir. Və siz nəyi bilməlisiniz? Əgər 75-15 düz bucaqlı üçbucağın da hipotenuzuna nə ədəd yazırıqsa,
Buraya yazım 4a. Hündürlük onun 4 dəfə kiçildilmiş halına bərabərdir. Yəni a-ya bərabərdir. Amma bu şərt nə zaman hesablanır? Bu 75-15 olanda. Yaxşı, bunu başa düşdük. A-nı 4a-nı. İndi deyək ki 15 dərəcə düzbucağın hipotenuz 20 olarsa bu düzbucağın sahəsini tapın. Hipotenuz 20-dirsə, ona çəkilən hündürlük bunun 4-ə bölünmüş halıdır. Yəni 20-ni 4-ə böldük, buraya eləyəcək 5. İndi bu üçbucağın sayəsini tapmaq üçün nə edəlir? Tərəf vur hündürlüyü bölü 2. 50 eləyəcək. Doğru cavab da var. Bir variantındır. İzlədiyiniz üçün sağ olun. Bu tipli videoları həqiqətən də sizlərə yararlı olursa bəyənib, paylaşmağı, kanala abunə olmağı unutmayın. Teşekkürler.